Banka borcu olanlara bir vacib xəbər diqqətinizə çatdırırıq. Belə ki, kreditlər dondurula bilər. Gündəm xəbərinin efirində 4 iyun tarixidir və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, kredit öhdəliklərinin yerinə yetirilməsi hər bir vətəndaş üçün önəmli məsələdir və lakin bəzən şəxsi və kütləvi səbəblərdən bu öhdəliklər icra olunmaya bilər. Dünya təcrübəsində də belə hallarda kreditlərin dondurulması və ya tətillərin qeydə verilməsi praktikası da mövcuddur. Bəs görəsən bu mexanizmlər Azərbaycanda da tətbiq oluna bilərmi? Mövzu ilə bağlı konkret Azay iqtisadçı Asif İbrahimov bir açıqlama verib. O bildirir ki, kredit öhdəliklərinin yerinə yetirilməsi hər bir vətəndaşın maliyyə məsuliyyətinin əsas hissəsidir. Lakin həyat şəraitinin dəyişməsi, iş yerinin itirilməsi və gəlirlərin azalması və yaxud da ki, xəstəlik, təbii fəlakətlər və ya iqtisadi böhranlar kimi səbəblər nəticəsində bəzi borc alanlar kredit ödənişlərini vaxtında həyata keçirməkdə çətinlik çəkə bilərlər. Məhz buna görə də bir çox ölkələrdə kredit tətili və ya kreditlərin müvəqqəti dondurulması mexanizmləri məhz tətbiq olunur. Azərbaycanda hazırda bütün kreditlər üçün daimi və ümumi xarakter daşıyan kredit tətili mexanizmi qanunvericilikdə nəzərdə tutulmuyor. Bununla belə banklar və digər kredit təşkilatları borc alanın maliyyə vəziyyətini nəzərə alaraq kreditlərin həyata keçirilməsi və yaxud da ki, belə deyək də, ödənişlərin azaldılması, müəyyən müddətə əsas borc üzrə güzəşt verilməsi və ya digər fərdi şərtlərin tətbiq olunması kimi halları həyata keçirir. Azərbaycan təcrübəsində məhz kredit ödənişlərinə güzəştlərin verilməsi xüsusilə fövqəladə hallarda tətbiq olunub. Məsələn, 2019-cu ildə problemli kreditlərin həlli ilə bağlı dövlət proqramı çərçivəsində minlərlə vətəndaşların kreditləri demək olar ki, restrukturizasiya edildi və eyni zamanda bəzi faiz və cərimələr silindi və kreditlərin uzun müddətli və daha aşağı faizli şərtlərlə yenidən rəsmiləşdirilmiş oldu. Ekspertin sözlərinə görə beynəlxalq təcrübə göstərir ki, kredit tətili əsasən pandemiya, iqtisadi böhran və ya təbii fəlakət dönəmlərində daha çox tətbiq olunur. Azərbaycanda da belə bir mexanizmlərin gələcəkdə tətbiqi istisna deyil. Xüsusilə əhalinin maliyyə dayanıqlılığının qorunması və bank sektorunda problemli kreditlərin artmasının qarşısının alınması baxımından kredit tətilləri müəyyən hallarda effektiv məhz alət hesab oluna bilər. Bununla yanaşı kredit ödənişlərinin dondurulması borcun silinməsi anlamına gəlmir. Təxirə salınan ödənişlər sonradan yenidən hesablanır və kredit müqaviləsinin şərtlərinə uyğun şəkildə ödənilmiş olur. Buna görə də kredit ödənişində çətinlik yaranan vətəndaşların gecikməyə yol vermədən əvvəl kredit təşkilatına müraciət edərək məhz sözü gedən restrukturizasiya imkanlarını da araşdırmaları məqsədə uyğun hesab olunur.